Salam, əziz və dəyərli Çağdaş Təhsil izləyiciləri. Bugün biz Azərbaycanın çox gözəl rayonlarından biri olan Göygöl rayonunun Yenizot kəndində sizi qabaqcıl müəllimlərdən biri olan müəllim özünüzü təqdim eləyin zəhmət olmasa. Qasımov Firdus Fərzaloğlu. Mən 1985-ci ildən 1988-ci ildə Ermənistan Respublikasının Basarçılar rayonunun Zot kəndində müəllim fəaliyyət göstərirəm. Dağlıq Qarabağ Dövlətlərində baş verən hadisələrlə bərabər sözçün kimi gəlmişik. Xanlar rayonunun Yenizot kəndində məskunlaşmışıq. Və burada da 24-cü ilə qədər müəllimlik peşəsi ilə məşğul olmuşam. Çox gözəl. Hansı fəndə tədris eləmisiniz? Mən sırf fizika fənnini tədris eləmişəm Yenizot kənd orta məktəbində. Bəs niyə görə bu qədər fənlərin içində fizika fənnini seçdiniz? Uşaqlıqdan marağım olduğuna görə. Çox gözəl. Neçə övladınız var? Mənim 3 övladım var. 2 oğlum, 1 qızım. Allah saxlasın. Neçə nəvəniz var? 6 nəvəm var. 3 oğlan, 3 qız. Ardı bol olsun. Nəticə var? Yox, yox. İnşallah sizə arzu edirik ki, bu çəkilişlərimizə nəvələrinizi, nəticələrinizi yanınıza yığırız, bir yerdə baxasınız. Sağ olun. Neçə il müəllim kimi fəaliyyət göstərmisiniz ümumilikdə? Ümumilikdə 35 il. Bu 35 ildə fəaliyyət göstərdiyiniz müddətdə nə qədər şagirdləriniz olub? O şagirdlərdən sizin yolu davam edən var? Bəli, 6 nəfər fizika fənni üzrə oxuyublar bir dəqiqə. Çox gözəl. Bəs övladlarınızdan sizin peşəni davam edən var? Qızım qutarıbdır, ancaq müəllimlik məşğul olmayıbdır. Uşaq olduğuna görə vaxt olmayıbdır. Buradan sizi 5 il, 10 il, 15 il sonra izləyəcək olan gələcək nəslə, nəvələrinizə, öyüd nəsihətləriniz nə olardı? Nəsihətim odur ki, nümunəvi, Azərbaycan Respublikası nümunəvi vətəndaşlar olsunlar, təlimli, tərbiyəsi olsunlar, ədəb ərkanlı olsunlar, namuslu, qeyrətli yetişsinlər və yaxşı təhsil alsınlar. Çox gözəl. İndi anamız siz də özünüzü təqdim eləyin. 91-ci ildən Yenizot kəndində uşaq bağçasında işləmişəm. Çox gözəl. Ad soyadınız necədir? Qasımova Səyyarə Qəzənfərdiz. Müəllim necə həyat yoldaşı olub? Yaxşıdır. Düzdür, çəkilişlərdən biraz əvvəl siz bizə vurğuladınız, bildirdiniz ki, çox gözəl həyat yoldaşı olub, çox gözəl atadır, çox gözəl babadır. Nəvənizdir də. Bəli, bəli. Babaya nə arzuların var? Adın nədir sənin? Özünü təqdim elə. Mənim adım Gülay Evazlıdır. Babaya nə arzu eləyirsən? Uzun ömür. Sizin kimi müəllimlər tanınmalı, tarixə düşməli və yaşamalıdır. Sağ olun, minnətdarımı bildirirəm. Sizə gələcək işlərinizdə uğurlar arzulayıram. Çox sağ olun, var olasınız. Hər birinizə təşəkkür edirəm.